Salam hörmətli tamaşaçılar. Hər bir insanın həyatında və onun taleyində əsas rol oynayır onun doğulduğu mühit, ailə. Ailədə olan insanların münasibətləri, xüsusən o ailədəki insanlar göz açırlar. Onlar ilk növbədə sənətlə, sənətkarla rastlaşır öz ailəsində. Bu onların sonraki həyatına sanki bir işıq saçır. Studiyamızın qonağı Bakı Peşə Mərkəzinin geyim üzrə dizayner müəlliməsi Zülfiyə xanım bizim qonağımızdır. Zülfiyə xanım, xoş gəlibsiniz. İstəyərdim ki, bax, elə əvvəldən başlayaq. Doğulduğu mühit, ailə və bu peşənizə olan marağın yaranması. Bizim sənətimiz əslində çox qədim sənətlərə aiddir, incə sənətin bir qoludur və əsas da mənim sənətimin ilk növbədə özümü deyim. Mənim balacalıqdan üstündə oynadığım, böyüdüyüm, yəni divardan asılan milli xalçalarımız. Yəni nənəmin özəlliyindən tutduğu xalçalar. Hər bir detalına, hər bir düyününə, hər bir ilməsinə, hər rənglərə belə koloristika buyumuna körpəlikdən o belə deyək, pilləni, həmin o pillələri yavaş-yavaş gələcəkdə böyüyən pillələrin təməl daşı həmin o xalçanın ilmələri. Qərbi Azərbaycanda doğulub valideynlərin onları necə xatırlayırlar? Sənə necə təliyorlardı? Sən görmədin. Atam Gəncəlidə tam qərbi Azərbaycanda Göyçəm halıdır. Atam oldu çox olurdu. Özünün sözünü indi hələ də xatırladım. Göz yaşı. Gözündən də halamıdı, o niyə ağlayır? Göz yaşı içində xatırlayır. O dərəcədə sevirdi öz el babasını. Və hər il məndə olan məlumata görə uşaqlı olsam, o özü məzuniyyətini salırdı cırmıq. Məndə olan məlumata görə, atam verdiyi məlumata görə, babam bəy olduğuna görə, nənəm tərəfindən ilk növbədə Qızılov gələndə süzgün olmalar siyahısını birinci yedilər. Həsən bəy. Sən Bakıda doğulubsan, burada boya başa çatılmış artıq bu gənc mütəxəssislə qarşımızdasan və istərdim bir təsir illərindən, bu peşəyə marağının rəsmiləşməsi üçün deyək də, çabalığından danışasan bizim üçün. Bəli. Necə oldu? Mən ilk əl işlərimi 7 yaşımdan tikirdim. Ən çox motivasiya verən mənim Münəvvər Büyükhanlı, Dəmirə rəhmət eləsin. Hər dəfə mənim qaçı-qaçı gəlirdim, Gəncədən bizə Bakıya qonaq gələndə onun özü köşəsi var. Boğçası var idi, şirniyyatımız, hər bir şeyimiz öz yeri, hər bir şeyin öz bir payı başqa olur. Və qaçı-qaçı gətirdim, əl işimi göstərirdim, baxırdı əl işlərimi sənin balaca əllərdə. Baxın, bu bir dənə motivasiya sözü. Siz inanırsınız, mən balaca bir şey, əlimdə də əl işim mənə o bilsinməyədir. Hər bir həyat idi, enerji. Yəni, həqiqətən idi, nənəmi boya da qucaqlaya bilməsəm də, mən dedim məni qucaqlayıb, oxşaması, özdə atam son 5 il olub, yəni dedim böyükdür. Atamı başqa cürə sevirlərdi. Atama olan məhəbbət bizdə 5 qat idi. Yəni, o dərəcə sevir. Həmin o motivasiya, yəni, kişilər olaq bilirdiniz, hər yerdə axşam yerdir. Ana evdə canım, 4 uşağı yükünü daşır. O özü də sənətkar idi, toxunur. Mağazına heç nə almadı. O vaxtın xanımları necə oldu? Bu burama olsun, saxlarla tikişlərlə, xüsusi tikişlərlə, süfrə kənarlarıdır. O mənə göstərdi. Mən hələ də gözümün qabağından o əl işləri mənə də hədiyyə vermiş. Düzdür, mən məktəbdə onu saxladım, bilmədim. Neyse, çox təəssüf ki, o saxlayıb mən, qoruya bilmədim. Amma hələ də onun əl işləri həqiqətən mən heyran. 6 uşaq yiyəsi olasan, hər bir şey iş dövlət içində də işləyir. Yəni, o işləri görmək olacaq. Çox maraqlıdır da. Demək, o mühitdən çıxan Zülfiyə xanım öz ilkin təhsilini orta məktəbə oxuyandan sonra hansı məktəbdə davam etdirdi? Orta məktəbdən sonra deyildi ki, mən 7-8 sinifdə toxumacılığa getdim və oranı əlavə qiymətlə qurtardım. Sonra 9-10-da isə biçmə tikmə, Sabir adına biçmə tikmə klub idi, Xəzər yolun üstündə, hələ bu binadır. Yaxınlarda müsafirdə oldum, 86-cı diplom almışam, qırmızı diplom. Getdim, görüşdüm onlarla, dedim, bax, mən buna tələbə səviyyətindəsin, indi hal-hazırda peşə məktəbində geyim dizayn fakültəsində çalışıram. Yəni, dediyim kimi, müəllimə imtahanda mənim əl işlərimə baxdılar, sual vermək istəyirdim, müəllimə hətta dedi, sual verdim.
Hətta. Bu mənim elə Çünki- qədər ki, suala ehtiyac yoxdur. Hər bir şey nə verirsə hamısını daxil edir. Çox sevirəm Hüseyin. Çox sevirəm. Həm tikməyi sevirəm, əsasən ziyafət paltarlar. Çünki ziyafət paltarları tikəndə sözsüz el şənliklərinə geyinirlər. Kiminsə, yəni necə deyim, muradı hasil olub, oğlu evdən, qızı evdən, nişandır və yaxud da ki, xınayaqdır, fərqi yox. Onların o sevinci, geyimi geyinəndən sonra orada qohum əqrabanı deməsi hardan almısınız? Çox. Hətta o mənim üçün daha çox motivasiya verir və ən çox orada mən sənətini sevməklə yanaşı sevə-sevə öyrətmək təbii. Elə bu hissəyə keçib, mən də sualı oradan qoymaq istəyirəm. Artıq gözümüzün qarşısında tamaşaçılıq görür ki, bir ailədə dünyaya gələn, o müddətdə böyüyən, o sevgi ilə böyüyən və onun öz içərisində zaman-zaman inkişaf etdən Zülfiyə xanım və belə bir xüsusiyyət də özünü biruzə verməyə başladı. Daha doğrusu o bir ehtiyac idi ki, bilirsiniz, xoşbəxt o sənətkardır ki, onun yetirmələri olsun, onu ötürə bilsin. Bax bu mənada indi bu sahəyə bir balaca nəzər salaq, Zülfiyə xanım bunu necə həyata keçirir? Buyurun zəhmət olmasın. Mən öz şəxsi biznesimi işlətmişəm, öz ateliyem olub illərlə və müəyyən səbəblə ateliyemi, yəni belə deyək, o işimi saxladım. Əsasən də sağlıq qurumu, mən də allergiya olduğuna görə biraz yanılmışım, amma doğru yana bilmirəm bu üçün. Bu tələbatdır. Bəli, vida mənim ruhumun vidası sürməsi. Çox gözəl. Və mən qərara gəldim imtahan etdim. Hı -hı. İmtahan verdim, pedaqojunu bitirmişəm. Bu arada onu da deyim, gözəl yüksək nəticə ilə bitirmişəm əməyin təlim fakültetini. Biz bitirən ilisi təkcə biçmə tikmə deyildi. Toxuculuq və əmək rəhbərliyi işləyə bilərdim, rəsm, xətt, bacarıqlı əllər Hı -hı. və ilax. Yəni sənətə aid olan bir çox sahələrdə işləyə bilərdim, dərnəklər konkret desəm. Və mən imtahan verdim, 60 balı 46-sını topladım. Heç özümdə gözləmirdim, yəni o mənim üçün çox uzun idi. Öz bazama, yəni 37 ilin bazası ilə, indi 38 il deyildi. Hardasa 7 il pedaqoji stajı, 10 ildə əlavəsi var, qeyri pedaqoji. Amma çox müşahidə. Ətrafında olan müəllim kolleqalarım, rəhbərlərim çoxdur. Dedilər, elə sənin yerin ora, peşə məktəbi. Ged öyrən. Bax, bu çox gözəl bir məqama gəldi. Əslində təhsil sistemimizdə uzun müddət peşə məktəblərindən çox böyük əhəmiyyət. Respublikamızda, xüsusən Bakı şəhərində bizim öz xüsusi göstərici olan peşə məktəbləri olmasa, mən şahidiyim. Və hətta orta məktəblərdə də, xatirimdə də istəyir şəhərlərdə, istəyir kənd məktəblərində yuxarı sınıf şagirdləri üçün xüsusi bir peşənin öyrədilməsi çox önəm daşıyardı. Və bugün apardığımız təhlillər, tədqiqatlar bir daha sübut edir ki, Respublikamızı və onun kənarı tanınan onlarla, bəlkə yüzlərlə bizim elm adamlarımız, müxtəlif sahiblərimizin ilkin təhsilini məhz peşə məktəblərində alıblar. Orada onlar üçün həm orta təhsil verilirdi, həm də bir peşə öyrədildi. Belə gözəl bir el misalı var, deyir ki, əldə sərmayədir sənət. Bu sənətin hər yerdə qiyməti var. Hətta sənətin xüsusi dili yox. Bu beynəlmiləl dildir desək təəccüblənməliyik. Çünki bütün ornamentlər, bütün hazırlıq materiallar hər bir xalqın nümayəndəsi onu rahatcana qəbul edə bilir və böyük sevgi ilə qarşılayır. Bax bu sevginin yerinə yetirildiyi, bu peşənin olan sevginizlə bugün xeyli nəticələriniz var. Xüsusən gənclər arasında. İstəyərdim ki, həm onlarla bir bazı tələbələri də təqdim edəsiniz, həm də biz onların hazırlığı əl işlərini tamaşaçılarımıza göstərir. Siz danışan zəhmət olmasa. Mənim tələbələrimin içində hal-hazırda, bax, məndə bir illik kurs olmağına baxmayaraq, bir illik kursu məndə. Bir ayda artıq başlayıb biznesini çıxmışsınız. Hətta inanıram. Çünki artıq deyirəm başlayın, siz şanslı nəsiniz. Bizim dövrümüzdə çox çətinliklə hər şey. Bu işlər həll oluna bilər. Hal-hazırda internet üzərində o qədər pulsuz hətta dərslər. Bəli. Biz onsuz da bazanı veririk sizə, 10%'ini veririk. Çox gözəl bir əl işidir. Həqiqətən çox maraqlıdır. Aha. Buyurun, davam edin. Biz təşəkkür edirəm. Sənin pedaqogluqda. Bəli. Bəli. O da mənim çox şad deyil. İkisi düzdür toxumağına başlayıb, amma yenə də bismillahını belə deyək də. Aha. Xeyir duasını məndən aldı. Özünə toxudu, mənə göstərdi. Birinci əl işi üçün çox yaxşı.
Hı hı. Dedim məndən 3 gündən sonra söylədim, müəllimdən sifariş oldu. Götürün, bilmirəm, götürün. Əlbəttə ki, götür. Belə başlayır da hər şey. Tabii ama tabii. Heç yeni il qabağı dedim məndən danışırsınız 40 şərt zakazım var mənim. Dedim hamısını da elə. Ne Heç bir güzel. zakaz eləmir. Biri də qolbaqlar idi. Bax, həmin bu əl işimizdir. Bu arada tələbələrimin hamısına çox-çox təşəkkür edirəm. Zəhmət keçər. Hal-hazırda biz komanda işi göstəririk. Hı hı. Yəni layihəmizi birgə hazırlayırıq sinif olaraq. Hı hı. Yəni sözsüz ki, hamısı ola bilməz dahi. Tabii tabii. Zəifləri də qoşulub işə. Hı Məsələn, hı. müəyyən sökmə işləri, kök işləri, amma Bəli. maşın haqqında maşınınızı bilirsiniz də. Bəli. Təhlükəsizlik qaydalarını riayət eləmək Lütfən. lazımdır. Tam belə deyək də, əli öyrəşmiş tələbənin tuturam. Yəni yenə deyirəm, mən icazə daşıram deyim, o bax. Bax bu əl işi ilə başladı. Hı hı. Bilmem. Sonra bu əl işində də özünü göstərdi. Artıq həmin otanı mən də yıl deyirəm. Hamısı uşaq deyil, ailələr də. Hı, ne güzel. Çok zarif. Məndən soruşmadı. Gedib evdə özü. Evet. Çox gözəl izləyir. Çox Bu varakatdır. Varakatdır Altan kənar İşləməz. işləməsi dekoru. Və ondan sonra qolbaqları başladı. Artıq sifarişim var. 3 gün bir sifariş var. Dedim başda da 40 qapı bayaq məsələsinin Buyurun. nəsidir. Hə, burada bunlardır. Bunları Hemen geyimlər göstereceğim dedim. siz devam edin. İnşallah geyimləri inşallah gələcəksiniz. Bilirəm, danışmışam Türkan xanımla. Sizi də dəvət edirəm, gözləyirəm. İnşallah. Bu arada Səbinə xanıma, bizim rəhbərimizə, Nərminə müəllimə, baş ustamıza çox-çox onlar da yəni dəstək olurlar. Çox sağ olsunlar. Biraz kaprizli xasiyyətim olmalı. Baxmayaraq, yəni belə Edis müəllim. Müəyyən ideyalar gəlir, onlardan məsləhət alıram. Müəllim Edis. Mənim Edis işimizdə olsun. Yəni Edis bir şey. Sadəcə həmin kanunu dekoru da o verir. Bak görsene elcikleri var. Şu bugün ne kadar meraklıdır. Her bir insan tabii. Xırdadan başladı o ki, böyükdə Ha. biraz xuflana bilər. Tələbə artıq. Tabii ki inşallah. Nə dedim bilmərəm. Xırdadan başladı, böyüyə doğru. Pillə-pillə. Ben 40 qapı məsələsi nədir? Mən onlara başa saldım ki, bizim sənətimiz çox şaxalıdır. ben. Orada təkcə tikiş deyəndə düz tikişdən söhbət getmir. Orada tikiş dekorasiyası vardı. Tekstil, ev geyimləri, uşaq geyimləri, bələklər var. Sırf çağalar üçün. 12 aya qədər. O ayrı-ayrı qollar. Ben. Sonra alt paltarı, insanlıqda geyimlər Tabii ki. və uşaq alt paltarı olsun, böyüklər üçün alt paltar, pijankalar olsun və ilahi. Üst geyimləri, ziyafət geyimləri ayrıcadır, paltolar ayrıcadır, plaşlar, frençlər, pencəklər və s. Yəni mən onlara deyim 40 qapı nağıllarda elə bir o mesaj. Hansı qapıdasa sənin diskətin var. Lütfen. Mən sizə, indi bizim dövrümüz fərqlidir, biz fərqli dövrük. Ben. Sizin dövrünüz tam fərqli və çox şanslısınız. O şansınızdan istifadə edin. Hər bir qapını açın. Sizin bəbə bələyi gəldi, edin. Savaşçı gün ziyafəti gəldi, edin. Siz bilmirsiniz axı hansı sahədə sizə Daha o Allah yüksək. o izni verəcək daha yüksək nəticələr. Böyle ben. Hamısına, hər birinə başvurdu. Birində sizi almalı. İndi bax, mən geyimli dizaynerim. Əslində toxuculuq bizim bir qolumuz da olsa, geyimə aidiyyatı olsa da yenə də mən uşağı deyə bilərdim ki, sən toxumaq hara, bir haltara üzrə suallarını mən onun sualını da cavablandırdım. Hətta ona motivasiyasını da verdim. İndi onu da alınır. Niyə ki də alınmasın? Yani. Çünki bizim dövlətimizin məqsədi odur ki, dövlət buradan bizim məktəbimizdən çıxan, peşədən çıxan hər bir tələbə, hər bir sahəmizə fakultetimizə aiddir, əli çörəyə çəksin. Bəli, bugün zamanın tələbidir ki, hər bir insanımız öz bacarıqlarını özü nümayiş etdirə bilsin, təqdim edə bilsin və onun üçün şəraitin yaratmasıdır. Təbii ki, müəllimin, ustanın və başqalarının bir elədir ki, bir boyun yüküdür, borcudur və həyatda qoyub gedəcək və ən gözəl bəlkə də bir işdir ki, həmişə ustadına bərəkallah deyəcəklər. Bilirsiniz, son vaxtlar hamıda qəribə bir maraqı var ki, ali təhsilə, uşaq istəsə də, istəməsə də, ali təhsil vacibdir. Amma ilkin təhsil, baza təhsilində mütləq və bir mənalı gərək biz çalışaq ki, biziz gəncləri həyatda bir peşəyə sənəti öyrədək. Çünki o sabahlarında yüksək bir mütəxəssis olsa belə, onun bir asudə vaxtında, özünün boş vaxtında, bir hobisi kimi, bir yaradıcılıq fəaliyyəti kimi əldə etdiyi uğurlardan bütün cəmiyyətimiz bəhrələnəcək. Və ona görə mənə belə gəlir ki, siz də mənimlə razılaşarsınız ki, siz xoşbəxt bir xanımsınız.
Nə mənada? Bilirsiniz, böyüdüyünüz ailə, orada olan ab-hava, orada olan maraq. Amma təbii ki, sizin özünüzün də öz istəyi ki, deyək ki, ailədə bir neçə uşaq var. Amma hamı o gəbiyə, o xalça zəhmətinə maraq göstərmir və yaxud da ki, kişi o cür yanaşmıyor. Bəlkə adicə dərzi kimi fikirləşir. Amma onun yaradıcı yanaşır və onu təqdim edir və özümün xüsusi olaraq bir sahibkar kimi fəaliyyətimi təqdim edir. Bugün nə qədər zamanda bu vacibdir. Biz bunları eşitirik, həddən artıq və özü ən yaxşı şey odur ki, bugün imkanlarımız da var. İnternet vasitəsilə öz məhsullarını nümayiş etdirə bilirsən. Yəni harasa gedib mən harda yer tapacağım, tapmayacağım. Bu bir rahatdır. Amma insanlar baxacaqlar. Ən yaxşını seçəcəklər. Bir məclisə gedəcək. Bu qaldısı ta nə qədər xoşbəxt olacaq. Mənim düzəltdiyim qaldısı mənim dostumunmu, tanışımınmı, bəlkə qardaşımınmı yaxasındadır, bacımınmı. Bax, bunlar hər bir insana sevinç bəxş edən şey. Dediyim sözün bir əhəmiyyətini bir də mən qayıtmaq istəyirəm. İnsanı həyatda xoşbəxt edən yeganə heç bir şey mübaliğəsiz onun seçdiyi peşə və sənət. Əgər insan öz peşəsini dəqiq seçirsə, bir də onun fanatı olursa və orada aldığı onun zövqün qiymətinə biz ona qiymət deyərik də və ən xoşbəxtlik də bir də oradadır ki, o öz peşəsini nəinki sevir, həm də sevdirə bilir, həm də öyrədə bilir, ötürə bilir. Adətən deyirlər ki, sənətkar biraz istəmir ki, onun olduqlarını olduğu kimi öyrətsin. Amma bəli, hiss olmuş ki, bu istina olmuş. Əksinə, biz fəxrlə görürəm ki, bəli, bax, bu mənim öyrətdiyim tələbəmizdir. Görürsən, o hətta məndən bir adım da qabağa gedirsə, nə xoş bizim halımıza. Deyir, o müəllim xoşbəxtdir ki, onun tələbəsi onu ötürürsən. Və müəllim bundan fəxr duyar. Bəli, bəli, bu çox. Hörmətli tamaşaçılar, bugünkü qonağımıza təşəkkür edirəm. Bugün siz bir gözəl, cavan, bir xanımla görüşdürdü sizi. Müəllimənin gözəl təsiri var, gözəl sənəti var və onun ən böyük gözəlliyi odur ki, o öz peşəsini, sənətini gənclərə öyrədir və xüsusi olaraq ondan zövq alır və sizə müraciəti var. Dəstəkləyin övladlarınızı. Mən ilk başdan valideyn qrupunda açdım. Məqsədimiz o idi ki, əl-ələ verək. Bu bir üçbucaq halıdır. Bəli. Başda tələbə, bir tərəfdə müəllim, öyrətmən, bir tərəfdə digər tərəfdə də valideyn. Dedim, biz bir olaq ki, sizin övladlarınıza o enerjini ötürək, o dəstəyi ötürək. Mən əlimdən gələni birdirsə 5 qatını verirəm. Siz evdən 5 dəqiqə özəli yazmışım, xahiş edirəm sizə. 5 dəqiqə övladınıza baxın. Bala, bu gün nə keçdiniz? Zülfiyə mənə versənə başa salın. Və yaxud da nəzəriyyə müəllimələrin nə keçdilər. Birinci dəfə 5-ci dəqiqə vaxt çox xahiş edirəm ki, heç olmasa bir il ərzində bunlar bitirəndə bazalarında neysə olsun, neynəsə çıxsınlar. Və mən xoşalım ki, onlar öz bizneslərini yaratsın. Çox gözəl. Bax, bir ifadəni də mən istədim ki, elə həm tamaşaçılarla böləcək, həm də sizin də. Siz bir neçə dəfə öz enerjisini, mən öz enerjimi ifadə etdiniz. Sənətkarın ən böyük xoşbəxtliyi ondadır ki, o işlədiyi, o yaradıcı sənətkardan söhbət ki, hər kəsin əgər onu sevdiyinə, sevərək və fikirləşir ki, bunu kimdən taxacaq, o nə qədər o müsbət enerji ilə çalışırsa, onu alıb taxıb istifadə edənlər də burada xoşbəxt. Ona görə əslində mən bu görüşü də çox təşəkkür edirəm sizə görə. Məncə bizi dinləyən valideynlərimiz də öz uşaqlarına diqqət artıracaqlar və nəzərə alın ki, həyatda uğur düzgün seçilmiş peşədədir. O peşəni mükəmməl öyrənilməkdədir. Onu təbliğ etməkdə, təşviq etməkdə özü bir müsbət haldır ki, bugün biz Zülfiyə xanımın görüşündə biz bunu sevə-sevə dinlədik. Zülfiyə xanım, təşəkkür edirəm. Elə bu cürdə davam edin və Allah can sağlığı versin. Sizə yaradıcı olduqları, bol-bol sevinclər arzulayın tamaşaçılarımız adından.
Biri var sənətkar, biri var həvəskar, biri də peşəkar. Bəli, əsas bu şey. Mən arzu edirəm tələbələrin başda olmağını. Hər bir sənəti seçən, fərqi yox. Yeri bilin, kompüter elmləri də ola bilər, çalışılan peşəkar səviyyəsində öyrənsin. 100%. Ömrü boyu çörəkləri olur. Son sözüm bu. Teşekkür ederim. Teşekkür. Sağ olun hürmetli tamaşaçılar.